Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev üsulu şarma hazır edəcəyik. Gördüyünüz kimi burada toyuq sinəsini doğrayırıq. Çox yekə, indi də çox xırda yox, ölçüdə. Artıq doğradıq. 1 çay qaşığı duz, 1 çay qaşığı istiyot, biraz sarı kök əlavə edəcəyik. Duzu istiyotu, sarı kökü öz zövqünüzə uyğun tökə bilərsiniz. Bir xörək qaşığı tomat pastası əlavə edirik. Yaxşıca qarışdırırıq. Tavamızı əvvəlcədən isitmişəm. İndi pelələrimizi içərisinə əlavə edəcəm. İndi kartoflarımızı doğrayacağıq. Bunu da çox yekə və yaxud da çox xırda yox, orta ölçüdə bunu da doğrayacağıq. Filemiz qızarana qədər. Kartofumuz da hazırdır. Keçirik indi. Duz, istiyot, biraz da sarı kök əlavə edəcəyik. Sonra yaxşıca qarışdıracağıq. Burada toyuq filesinin bir yüzü qızarıb, indi o birisi yüzünü çeviririk. Keçirik o birisi içlikləri hazır eləməyə. Burada turşu xiyar da doğrayırıq. Eyni ölçüdə o birilər kimi. Bir qabda mayonez, bir qabda isə ketçupda. Bunları bir-birinə qatıb yaxşıca qarışdırırıq. Burada filelərimiz qızarıb götürüb, üzərinə kartoflarımızı tökürük həmən yağın üzərinə. İndi kartoflarımız qızaracaq. Artıq kartofumuz da hazırdır. Keçirik şarmamızı hazırlamağa. Mən dönər lavaşından istifadə elədim. Gördüyünüz kimi orta hissəsindən qatdalayırıq. Biraz ki, yaxşı bükülsün. Üzərinə hazırladığımız içliyi tökürük, yayırıq. Sonra turşu xiyar düzürük. İndi pelədən də əlavə edirik içərisinə. Kartofumuzu da əlavə edirik. Hazırladığımız sosdan yenidən üzərinə töküb yaxşı bükürük.
Bükdükdən sonra tosterimizə qoyuruq. Biraz tosterdə o üzlü bu üzlü qızardırıq. Artıq görürsünüz, hazırdır. Burada sizə içində göstərirəm. Çox gözəl ev üsulu şarmamız hazırdır. Belə videoların davamlı gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Kanalıma abunə olan, zəng işarəsini açan, videolarımı bəyənən hər kəsə təşəkkür edirəm. Çox sağ olun.